Təcili bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Bakı metro stansiyalarının hər biri bağlandı. Gündəm xəbərin efirində 21 aprel tarixidir və məlumat isə belədir. Belə ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib və bu barədə məhz Səhmdar Cəmiyyətdən məlumat verilib. Məlumata əsasən bugün saat 12:10 radələrində Ulduz Nəriman Nərimanov mənzilində təmas reisinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb və təhlükəsizlik məqsədi ilə Ulduz və Nərimanov stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların Nərimanov və Əhmədli istiqamətdə hərəkəti məhdudlaşdırılıb. Hazırda isə problemlərin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində müəyyən tədbirlər görülür və bu barədə əlavə məlumatların veriləcəyi bildirilir deyə Qapalı Səhmdar Cəmiyyəti məlumatında bildirir. Qeyd edək ki, yaxın zamanlarda metro stansiyalarının fəaliyyətinin açılıb, nə zaman açılacağı ilə bağlı da bilgi veriləcək və həmin bilgiləri də diqqətinizə çatdıracaq.